Salam müəllimlər və abituriyentlər. Güvən test toplusu 2025-ci il xətti sürəti suallarına baxaraq başlayaq. Aşağıdakılardan hansı xətti sürətin vahidi deyil? Bilirik ki, fərqi yoxdur. Xətti sürət olsun, hamısı sürət kimidir. Vahid metr bölünsün saniyədir. Kilometr böl dəqiqə də ola bilər. Yəni əsas odur ki, yuxarıdakı, yəni metrin yerinə başqa bir uzunluq vahidi, aşağıda isə başqa bir zaman vahidi olsun. Məsələn, A metr böl saniyədir, doğrudur. B-də kilometr böl dəqiqədir. Bəli, kilometr məsafə vahididir, dəqiqə zaman vahididir. C-də kilometr böl saniyədir. D-də də desimetr məsafə vahididir, saniyə yenə zaman vahididir. Y-də metr məsafə vahidi, amma metr böl saniyə kvadratı görünür də ki, bu təcilin vahididir. Yəni burada saniyə kvadratının yerinə saat, dəqiqə, saniyə olsaydı götürərdik. İkinci sual. Çevrə üzrə bərabər sürətli hərəkət zamanı ədədi qiymətcə vahid zamanda cızdığı qövsün uzunluğuna bərabər olan vahid zamandakı uzunluq. Baxın, vahid zamanda cızdığı qövsün uzunluğuna bərabər olan fiziki cəmiyyət. Yəni bizə deyir ki, L böl T vahid zamandakı uzunluq. Bu da nəyin düsturudur? Sürətin düsturudur da. V bərabərdir L böl T. Yəni xətti sürət D variantı. Üçüncü sual. Çevrə üzrə bərabər sürətli hərəkət üçün aşağıdakı ifadələrdən hansı və ya hansılar doğrudur? Sürətin modulu dəyişmir. Sürətin modulu yadınızda saxlayın. Baxın, çevrə üzrə bərabər sürətli hərəkətdə sürətdir, təcildir. Bunların qiyməti konstantdır, sabitdir. Məsələn, normalda biz deyirik ki, düzxətli bərabər sürətli hərəkətdə sürət sabit olanda təcil sıfırdır. Amma çevrə üzrə bərabər sürətli hərəkətdə belə deyil. Sürət sabitdir, amma təcil də sabitdir. Ona görə də sürət dəyişmir, doğrudur. Sürətin istiqaməti, bəli, sürətin özü dəyişmir, amma istiqaməti dəyişir. 1 və 3 Y variantı. Təcil haqqında heç nə verməyiblər, ona görə də seçim eləmə imkanımız yoxdur. 4. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürəti K nöqtəsində hansı istiqamətdə yönələr? Qısa xatırlatma edirik ki, çevrə üzrə bərabər sürətlə hərəkətdə çevrənin hansı nöqtəsində olursa olsun, təcil həmişə çevrənin mərkəzinə, sürət isə çevrəyə toxunan istiqamətindədir. Məsələn, cisim, yəni yenə bəli, cisim X saat əqrəbi istiqamətində hərəkət edirsə, yəni bu istiqamətdə hərəkət edirsə, onda çevrəyə toxunan bu istiqamətdə olacaq. Tam tərsi olursa əgər, onda çevrəyə toxunan bu istiqamətdə yönələcək. Yəni sürətin istiqaməti çevrəyə toxunan istiqamətində yönələcək. İndi 4-də baxıram ki, K nöqtəsi burdadır. Məndən sürəti istəyir. Deməli çevrəyə toxunanı çəkəcəm. İstiqamətə də baxıram ki, baxın saat əqrəbinin əksi istiqamətində hərəkətdir. Bu nöqtədə gələcək, bax, burada hara yönələcək bu istiqamətdə. Çevrəyə toxunan deməli 2 istiqamətində getdi, B variantı. Sonra baxırıq 5-ci suala. Verilmiş radiusu çevrə üzrə saat əqrəbinin hərəkəti istiqamətində. Saat əqrəbi istiqaməti bu tərəfdir. Hərəkət istiqamətində cisim hərəkət edir və K nöqtəsində sürət aradı. Yenə baxın, bu istiqamətdə gəlir. K nöqtəsində çevrəyə toxunan yuxarı getdi. Deməli, nə olacaq? A variantı olacaq. Amma buranı silirəm. Desəydi ki, baxın, saat əqrəbinin əksinə gedir. Yəni, bu tərəfə gəlir. Onda deyəcəkdim ki, bu istiqamətdə gəlir, onda aşağı yönəlir. Baxın, çevrəyə toxunan. İstiqamət fərqidir. Mütləq diqqət edin ki, saat əqrəbi istiqamətindədir, yoxsa əksinədir. 6-cı suala baxırıq. Radiusu 1 metr olan, verilənləri yazıram, baxın, oxuduqca. R bərabərdir 1. 1 metr olan, çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin tezliyi 9-dur. Yəni, N bərabərdir 9. Bizdən sürəti istəyir. Baxın, pi-ni də verib. Sürətin düsturlarını belə yerdə əzbər bilmək lazımdır. Ümumiyyətlə, çevrə üzrə hərəkətdə düsturları əzbər bilmək lazımdır. Sadəcə düsturu bildim, yerinə qoyuram. 2 vurulsun, pi-nin qiyməti 3-dür. R-imiz nəyə bərabərdir? 1-də, özdə metrlə verib deyə çevirməyə də ehtiyac yoxdur. N-in də qiyməti 9. Bu da 2 dəfə 3-ün 6, 6 dəfə 9-un 54 edir. Deməli, cavabımız olacaq 54 metr bölünsün saniyə. 7-ci suala baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkətdə cismin sürətinin 0,4-dür qiyməti. Yəni, V-imiz 0,4-ə bərabərdir. Buradan yazıram. Onun 5 saniyə ərzində getdiyi yol. Yəni, T bərabərdir 5, L istəyir. S bərabərdir VT düsturudur da, adi bizim bildiyimiz. Prosto burada çevrə üzrə hərəkətdə L-lə işarə ediblər. Fərqi nədir? İndi bizdən 5 saniyə 5 vurulsun, sürətimiz də 0,4-dür. 5-i vuranda 4-ə nə eləyir? 2 metr bölünsün saniyə. Cavabımız olacaq 2. Ay, metr bölü saniyə nədir? Sürət istəmir, bizdən yolu istəyir. Metr. Sonra 8.
Radiusu r bərabərdir 2-dir. Yenə verilənləri yazıram. 2 olan çevrə üzrə 24 metr bölü saniyə sürətlə hərəkət edirsə, v bərabərdir 24. Bərabər sürətlə hərəkət edən cismin tezliyini hesablayın. N bərabərdir sual. Düsturumuz bayaqkı ilə eynidir. V bərabərdir 2pi r n. Buradan n-i tapsam, bizə verir v bölünsün 2pi r. Gətirib yerinə qoyanda v-nin qiyməti 24, 24 bölünsün 2 vurulsun, 3 vurulsun 2. 2 dəfə 3-ün 6, 6-nı vuram 2, 12. Aşağıda 12-dir. 24-ü böləndə 12-yə nə eləyir? 2. Deməli, cavabımız olacaq 2 saniyə üstü mənfi 1. Bilirik ki, tezliyin vahidi 1 bölü saniyə və yaxud da saniyə üstü mənfi 1-dir. 9-cu suala baxırıq. Verilmiş radiusu çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin, yəni omeqanın sürətdən asılılıq qrafiki verilib, radiusu istəyir. Bunların üçünün bir yerdə olan düsturu var. Hamımız bilirik. V bərabərdir omega vurulsun r-dir. Buradan r-i tapanda r bərabər olur v bölünsün omega. V-mizin qiyməti 8-dir, omeqamızın qiyməti 12-dir. 8 bölək 2, 4. Fərqi yoxdur. Gətirib 4 də qoyub. 4-lə 1-i seçə də bilərsiniz. 4 bölünsün 1 yenə 4 eləyir. Yəni, eyni nəticədir. 10-cu suala baxırıq. Deməli, uzunluğu 0,5 metr olan ipdən asılmış maddi nöqtə şəkildə göstərilən qaydada şaquli müstəvi üzrə çevrə üzrə hərəkət edir. Maddi nöqtənin xətti sürəti 6 olarsa tezliyi nəyə bərabərdir? Yəni, baxın, uzunluğu 0,5 metr olan ip. Bu ipin uzunluğu 0,5 metrdir. Bu ip də çevrənin radiusudur da, elə deyil dostlar. Baxın, ip elə çəkilib ki, çevrənin mərkəzindən kənarınadır, çevrənin radiusu ilə üst-üstə düşür. Deməli, çevrənin radiusu 0,5 metrə bərabərdir. Və sürəti nə verib? V-ni verib 6, bizdən yenə n istəyir. Düsturumuz V bərabərdir 2 pi r n-ə bərabərdir. Buradan n-imizi tapsaq, V bölünsün 2 pi r-ə bərabərdir. Yerinə qoysam 6-nı bölürəm, 2 vurulsun 3, 6, 6 vurulsun 0,5 nə eləyir? 3 də yəni. Bu da eləyir 6 bölünsün 2, 3, 2. Cavabımız olacaq 2. B variantı. Sonra 11-ci sual. Maddi nöqtənin çevrə üzrə hərəkətində xətti sürətin radiusdan asılılıq qrafiki verilib. Deyir, qrafik necə olacaq? Onu seç. Və t-ni də verib ki, t sabitdir. Bilirik də, t-nin konstant olmağı o deməkdir ki, yəni mən bu v-nin r-in elə bir düsturunu seçməliyəm ki, orada t də olsun. Bu da v bərabərdir 2 pi r bölünsün t düsturudur. T-nin sabit qiymətində v ilə r necə asılıdır? Düz mütənasib asılıdır. B variantı. 12-ci suala baxırıq. Maddi nöqtə verilmiş radiuslu. Baxın, verilmiş radiuslu sözün gördünüzsə, deməli, radius sabitdir. Burada sabit olan kəmiyyət radiusdur. Verilmiş radiuslu sözün görən kimi. Bəli, deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə sürətlə period necə asılıdır? Yenə düsturu yazıram. V bərabərdir 2 pi r bölünsün t. Amma bu dəfə sabit olan kəmiyyət radiusdur. V t ilə necə asılıdır? Tərs. Olacaq C variantı. Sonra gəlirik digər suala. 13-cü sual. Düzdür, biraz pis görünür, amma deyir ki, dövrətmə tezliyinin sabit qiymətində, yəni n konstantdır. İndi də tezliyimiz sabit olur. Eləmi? Buradan qeyd edirik. N bərabərdir konstant. Və deyir ki, sabit qiymətində maddi nöqtənin çevrə üzrə hərəkətində xətti sürət radiusdan asılılıq qrafikini istəyir. Yəni, yenə V bərabərdir 2 pi r n düsturudur. N-in sabit qiymətində sürətlə radius necə asılıdır? Düz mütənasib asılıdır. Cavabımız olacaq Y variantı. Bu qədər sadə. Sonra yenə 14-cü sualda maddi nöqtənin verilmiş radiuslu, yəni r konstantdır dostlar. Bunu bildik. Yenə V deyir n-dən necə asılıdır? Düsturumuz nədir? Baxın bu düstur. V bərabərdir 2 pi r n. R-in sabit qiymətində V ilə n necə asılıdır? Düz. Bilirsiniz də, bərabərliyin fərqli tərəfində olan kəmiyyətlər bir-biri ilə düz, bərabərliyin eyni tərəfində, yəni aralarında vurma olan kəmiyyətlər bir-biri ilə tərs mütənasib asılıdır. İndi bu V ilə n də hərəsi bərabərliyin bir tərəfində olduğuna görə deyirik ki, onlar düz asılıdır. 15-ci suala baxırıq. Radiusu 10 metr olan, çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin periodu 15 saniyə olarsa, xətti sürəti nəyə bərabərdir? Verilənləri yazıram. R bərabərdir 10 metrdir. Sonra bizə period 15 saniyədir, yəni T 15-ə bərabərdir.
və xətti sürətimizdə elə bizdən xətti sürəti istəyir. T 15-ə bərabərdir. 5 yaza biləcəkmi? V bərabərdir suala. 5-imiz 5-ə oxşamır. Düzəldək biraz. Düsturu yazıram. V bərabərdir 2 pi r bölünsün t. Buradan dostlar, yerini qoyub hesablayırıq. 2 vurulsun, pi-nin qiyməti 3-dür, r-in qiyməti 10-dur, t-nin qiyməti 15-dir. İxtisar aparsam bura 5 qalır. 10-la 5-i ixtisar aparsam yuxarıda 2 qalır. 2-ni 2-yə vuranda da cavabım eləyir 4. Deməli, 4 metr böl saniyə olacaq cavab. 16-cı suala baxırıq. Verilmiş radiuslu, yəni r sabitdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin sürətdən asılılıq qrafiki verilibsə, çevrənin radiusunu hesablayın. Yəni, omega var, v var, r istəyir. V bərabərdir, omega r düsturudur. Artıq hamımız bilirik. Buradan r bərabər olacaq, v bölünsün omegaya. V-miz nə qədərdir? 3-dür. 3-ü bölürəm 15-ə. 15. O da bizə verir 5-də 1-i. Amma biz cavab metrlə bunlar verilib. Amma cavabı bizdən santimetrlə istəyir. Yəni, neyniyəcəm? 100-ə vuracam da. 100 bölünsün 5 nə eləyir? 20. Cavabımız olacaq 20. Diqqət eləyin, metrdir, yoxsa santimetrdir. Bu neçənci sualdır? 17-ci sualdır. Oxumağa çalışaq. Radiusu 2 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin tezliyi 3 saniyədir. Yenə bizdən xətti sürəti istəyir deyəsən. V bərabərdir 2 pi r n düsturudur. 2 vurulsun, pi-mizin qiyməti var. R-imizin qiyməti 2-dir. T-nin qiyməti də, tezliyi. Nədir? N-in qiyməti 3-dür. 2 dəfə 3-ün 6. 6 vur 6 nə edir? 36 eləyəcək cavabımız. Sonra gəlirik 18-ci suala. Yerinə qoyacağıq. Açar sözlərdən istifadə edərək yerinə qoyun. Trayektoriyası əyri xətt olan hərəkət, əyri xəttli hərəkətdir. Baxın, bura oldu 3. Ən sadə əyri xəttli hərəkət çevrə üzrə hərəkətdir. Yəni, əyri xəttli hərəkətin ən sadə növü çevrə üzrə hərəkətdir. 2 bura. Çevrə üzrə hərəkətdə zamana görə dəyişə bilər. Çevrə üzrə hərəkətdə nə zamanı? Sürəti və qiyməti. Çevrə üzrə hərəkətdə sürətin və zamana görə dəyişə bilər. Bəli, 5 bura olur. Sürətin modulu sabit. Çevrə üzrə hərəkətdə hərəkət. Yəqin ki, sürətin modulu sabit olan çevrə üzrə hərəkəti deyir. Çevrə üzrə bərabər sürətli hərəkətdir. Bəli, çevrə üzrə bərabər sürətli hərəkətdə sürətlə təcil sabitdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə nə sabitdir deyir. Çevrə üzrə bərabər sürətli hərəkət necə hərəkət? Periodik hərəkətdir 4. Sonra dövrətmə periodu və dövrətmə tezliyi. Bəli, dövrətmə periodundan dövrətmə tezliyi bu hərəkəti xarakterizə edən kəmiyyətdir. Bəli, 1 və 6. Sonra biraz uzun çəkir bu suallar. 19-cu suala baxırıq. Çevrə üzrə tam bir dövrə sərf olunan zaman period. Bir tam dövrə sərf olunan zaman perioddur. 4 bura. Cismin vahid zamandakı dövrlərin sayı tezlikdir. 1 bura. Verilmiş radiusda çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürətin dövrətmə periodu ilə tərs aslıdır. Dövrətmə tezliyi ilə sürət düz aslıdır. V bərabərdir 2 pi r-n düsturuna görə düz aslıdır 3. Çevrə üzrə hərəkətdə xətti sürət trayektoriyanın hər bir nöqtəsində çevrəyə toxunan istiqamət. Bəli, sürət çevrəyə toxunan istiqamətdə, təcil isə çevrənin mərkəzinə doğru yönəlir.